bıçaqlandığı bildirilir. Öldürülən oğlan. Tanıyırsınız da? Bəli, tanıyıram. Hardan tanıyırsınız bəs? Getdi gəlmədi. Belə bir qapını bağladı. Xahiş edirəm içəriyə girin. Küçədə olub, bu ərazidə olub. Paytaxtın Bayıl qəsəbəsindəki gecə klublarından birinin qarşısında qətl hadisəsi baş verib. Hadisə yanvarın 1-də gecə saatlarında bu ərazidə qeydə alınıb. Klubun qarşısında. Belə ki, 32 yaşlı Emil Rəcəblinin 36 yaşlı şəxslə mübahisə etdiyi və nəticədə onun tərəfindən bıçaqlandığı bildirilir. Və Emil xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilən şəxs isə artıq polis tərəfindən saxlanılıb. Hadisə baş verib burada, kimsə öldürülüb. Yəni orada olub, yəni burada olmayıb, onun qarşısında olub. Yayılıb ki, yazılıb ki, buranın administratordur həmin şəxs. Kim? Öldürülən şəxs. Yox, öyle şey yoxdur. Tanımırsınız? Yox, yəni tanıyıram, amma administrator da öldü burada. Burada işləyirdi ümumiyyətlə. Yox, işləmirdi burada. Bəs necə tanıyırsınız? Tanıyıram da, yəni müştəri kimi, bir dost kimi belə tanıyıram. Dost kimi. Ha, Dostunuz hətta. bəli. Hadisə necə baş verir? Dostsuzsa hər halda bilirsiniz də. Hadisə mən də deyərəm indi danışalım. Dost kimi, siz bir dost kimi deyin, zəhmət olmasa. Məlumat almaq istəyirdi, qapını bağladılar. Öldürülən şəxsin də dostu olduğunu dedi və getdi içəridən başqa bir şəxs çağırmağa. Amma getdi gəlmədi. Belə bir qapını bağladı. Hazırda sözü gedən obyekt fəaliyyət göstərir, içəridə də müştərilər var. Amma gəlir kimsə yenə. Nə məsələdir? Burada adam öldürülüb, buranın əməkdaşı olduğu deyilir, administrator. Buranın önündə olub dünən. Kimdir, tanıyırsınızmı? Yox, tanımırıq. Deyirlər burada işləyir, administratordur. Yox. Elə şey. Bayaqki əməkdaş dedi ki, dostumdur və burada gəlib gedirdi. Mənim xəbərim yoxdur, qəti xəbərim yoxdur. Xahiş edirəm içəriyə girin. Və digər bir şəxs də gəldi, qapını bağladı, getdi bax belə. Hadisə bu obyektdə olmayıb, küçədə olub, bu ərazidə olub. Yəni indi istintaq gedir. Yəqin ki, araşdırmanın nəticələri elan eləyərlər. Orada qeyd olunur ki, Emil buranın əməkdaşı olub. Emil əvvəllər hardasa bir 5-6 il qabaq burada mühafizəçi deyəsən işləyib, səhv eləmirəmsə. Son dövrlərdə ümumiyyətlə bu obyektə aidiyyatı olmayıb. Hadisənin baş verdiyi vaxtda burada müştəri kim gəlmişdimi? Bəli, müştəri idi. Xoşa gəlməz bir haldır. Heç kim bunu istəməzdi, amma indi bizdən asılı olmayan bir səbəbdəndir. Hadisə baş verib deyirsiniz ki, ərazidə, qarşıda. Mübahisə içəridən başlayıb, yoxsa necə? Xeyr, mübahisə də bayırda olub, yəni obyektdə olmayıb. Yəni həmin gün həm hər iki şəxs burada olublar, müştəri olublarmı? Xeyr, açığı yəni mən dəqiq bilmirəm orada səbəbkar kim olub. Amma Emil bəy bəli, bizdə həmin gün qonaq olub. Hadisəni törətmədə şübhəli şəxs ki var, saxlanılıb deyirlər artıq. O olubmu burada sizdə? Xeyr, mən tanımıram, bilmirəm kimdən söhbət gedir, xeyr. İstintaq gedir, yəqin ki özləri elan eləyərlər, gəlin istintaqın nəticələrini gözləyək.